Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edir. Əziz qadınlar, sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir. Hər birinizə can sağlığı və səadət arzulayır. Azərbaycan qadını öz şücaəti, zəkası, cəsurluğu və möhkəm iradəsi ilə hər zaman xalqımızın adını uzatdır. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında onların rolu böyükdür. Ölkəmizdə elə bir fəaliyyət sahəsi yoxdur ki, qadınlarımız orada təmsil olunmasın. Tariximizin bütün dövrlərində xalqımızın talihli məsələlərin əlində böyük xidmətlər göstərmiş Azərbaycan qadınları bugün dövlətimizin inkişafına və yüksəlişinə öz layiqli töhfələrini verməkdə davam edirlər. Əminəm ki, bundan sonra da qadınlarımız mühtərəm prezidentimiz Cənab Murat Əliyevin ətrafında sıx birləşərək Respublikamızda bərqərar edilmiş ictimai-siyasi sabitliyin qorunması, xalqımızın daha böyük uğurlara nail olması, dövlətimizin davamlı tələqqisi naminə öz səylərini əsirgəməyəcəklər. Bayramımız mübarək. Hörmətlə Kamal Həsənov, 7 mart 2025-ci il.